Cəmaət dindarın gözündə dindarlığın eşqini görməlidir. Gözündə o məstlik olmalıdır. Nəuzubillah, pis misal çəkim, yaxşı şeyə. Bir adam var ya, görsən gözü məstlik, nəyinsə məstlikdə. Bir də var o mənəvi məstlik gözdə hiss olunur. O şəhidlərin hərdən baxsan fotosuna məst görsən adam. Məsti də konkret məsti. Bu məst yaşayıb, mənəvi məsti. Nəticə də belə olur. Ətircidə bu adamın həyatı. Əgər bir dindar əzab, əziyyətlə, acı şəkildə dindarlıq edirsə, nəticə nə olur? Nəticə bir. Nəticə bu olur ki, bir Allah üst çevirir ondan. Allah hər günaha görə adamdan üst çevirməz, amma buna görə üst çevirir. Bilirsiniz? 10 günaha görə, 20 günaha görə nə üst çevirməz. Amma bu bir dənəyə görə ki, ufla, nalə ilə, etirazla dindarlıq eləyəsən, Allah üst çevirir adamdan, üst çevirir. Allahın dini ucuz deyil ki, atsın, kim gəldi, naz eləyələ ona əməl eləsin. Allahın dini ucuz deyil. Allah əlindən alır dinini. Bir ki, mənim dinim küçədə, çöldə qalmayıb. Çox narahatsansa, buyur, qapı açıqdır. 100 dənə günah elə gəl bağışlayayım, amma nazla ibadət eləyəcəksən sən mənə minnət qoyacaqsınsa, mənim dinim ucuz deyil. Günah arzulamayın, Allah bir gün deyəcək ki, o günah o da sən, yaxşı, öz arzunda mən neyinim sən, arzulursan gecə gündüz. İstəmirsən, get, bu günah o da sən. Günahın meyli gəldi, mübarizə apar. Bu heç, günahın meyli gələ bilər, arzuya çevirmə. Günahı arzuya çevirmə. Kaş bu bir dənə mənə olardı. Kaş bu filan şey mən dindar olmasaydım. Bir günlük bunu eləyərdim. Belə şeylər eləməyin, belə şeylər düşünməyin. Keçən dəfə dedim, Allah qəlbə baxır. Nə ki istəyirsən, arzulayırsan, yaxşı ya pis, libas eləyib əynivə geyindirir. Arzuların gerçəkləşir. Nələri istəyirsən başına gəlir. Onu eləməyə mürtəkib olursan. Dedim keçən söhbətlərimizdə, qiyamət günü nələr ki eləmirsən, hamısını qoyacaq, qəlbi basacaq, deyəcək, elədiklərin hamısı istədiklərindir. İstəmirsən ki, eləmirsən. İstəmirsən ki, belə olub. İstəmirsən ki, şəhid olmuşsan. Bəzi adam var ki, şərait aparır, elə olur ki, yəni güllə ilə ölmür, amma şəhiddir. Şəhid olmaq o deyil, onu Allah biləcək qiyamətdə ki, adam var, eşqin qılıncı ilə şəhadətə çatır. Amma arzulara uyğundur. Hər bir şey arzulardır. Gerçəkləşən bizim arzularımızdır.